Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Ala nebine Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı, Peygamberimiz sallallahu aleyhi ve sellem, onun əhl-i beyti, əshablar üzerine olsun. Biz güzel bir mevzulara toxunmuşduq. İnşallah bugün bu kitabı bitirək. Bitməsə yenə də qalar. Neydi bu? Əl-Bəqərə surəsindən mesajlar. Yəni Əl-Bəqərə surəsində olan gözəl faydalar. Yəni o faydalar ki, həqiqətən insanın həm imanının artmasında, həm Allaha bağlı olmasında çox önəmlidir. Deyir ki, yəni bugünkü mesaj nədir? Elə bir ki 55-ci mesaj. Deyir ki, yəsmə'unə kələmallah. Allahın kəlamını dinləyirlər. Baxın, gözəl bir ayə. Yəni bu mesaj bizə verilmiş, yəni eşitmə nemətinə xitab edir. Yəni heç bu nemətdən Allahın gözəl kəlamını, onun ayələrini dinləmək üçün istifadə etmirsən. Yəni eşitmə neməti. Yəsmə'unə kələmallah. Yəni bu nemətdən nə üçün istifadə eləmirsən? Yəni Allahın kəlamını dinləyən, ona qulaq asan, onun yolu ilə gedən, əmrlərinə tabe olan, qadağalardan çəkinən kəslərdən olmağa çalışmısanmı? Subhanallah. Yəni Quran-ı Kərim dinləmək böyük ibadətlərdəndir. Baxın, çox insanlar görürsən ki, hər şeyi dinləyir, amma Quran-ı Kərim dinləmir. La ilahe illallah. Yəni Quran-ı Kərim dinləmək. Instagramda problem yoxdur ki. Yəni donmaz adı yoxdur ki inşallah Instagramda. Dinləyəcəyimiz xəbər verərdi. Yəni Quran-ı Kərimi dinləmək böyük ibadətlərdən və Allaha yaxınlaşdıran ən fəzilətli əməllərdəndir. Subhanallah. Təəssüf ki, insanların çoxu bu ibadətə laqeyd yanaşır. Baxın. Ona kifayət qədər əhəmiyyət vermir. Yəni, Quran-ı Kərim dinləmək belə. Bəzən bu ibadəti bəzən insanlar tanımır. Bəzən isə sadəcə boş vaxtı doldurmaq üçün Qurana qulaq asır. Yəni, Quranı dinləmək boş vaxtı doldurmaq üçün olmalı deyil. Halbuki bu çox əzəmətli bir ibadətdir. Və insan çox vaxt onu unudur və ona lazımi dəyər vermir. La ilahe illallah. Yəni bəndə sadəcə niyyətini dəyişməklə adi eşitməni ibadətə çevrilə bilər. Yəni Quran-ı Kərimi dinləmək nədir? İbadətdir. Yəni məqsədi diqqətlə dinləmək, düşünmək, faydalanmaq olsun. Bu isə ən gözəl ibadətlərdən birisidir. Yəni Quran-ı Kərimin xüsusiyyətlərindən biri də budur ki, onu dinləmək, onun üzərində düşünmək eyni vaxtda iki ibadəti özündə birləşdirir. Həm Quran-ı Kərimi dinlə, həm də tərcüməsini oxu, əgər bilmirsən də. La ilahe illallah. Yəni Quranı oxumaq bir ibadətdir, onu dinləmək də isə başqa bir ibadətdir. Subhanallah. Necə ki, Quran-ı Kərim oxumağın savabı və mükafatı vardır, eləcə də onun dinləməyin də savabı və mükafatı vardır. Bəzən diqqətlə dinləmək insana elə təsir edir ki, bu təsir oxumağın təsirindən də güclü ola bilər. Elə buna görə də qari oxuyan, sanki oxuyan deyir, nəsə bir yeyən kimidir, dinləyən isə nəsə bir içən kimidir. Yəni, insanın qəlbinə hopur. Ona görə də əs-simədir, eşitmək, bir də var əl-istimtə, yəni Quran-ı Kərimi dinləyərək ondan həzz almaq. La ilahe illallah. La ilahe illallah. Həqiqətən də çox önəmlidir. Ona görə bu iki arasında fərq odur ki, diqqətlə dinləmək, qəlbin hazır olması insanın qəlbinə çox böyük rahatlıq verir. İnsan diqqətini cəmləyə ilə dinləyir, ayələr üzərində düşünür və onlardan təsirlənir. Məhz bu, Quranı bu şəkildə dinləmək lazımdır. Ərəbcə bilmirsən, Quranı dinlə, amma həmin surənin tərcüməsini də oxu. Eşitmək isə məqsəd və niyyət olmadan baş verən bir haldır. Buna görə də belə eşitməyə görə, yəni niyyətin olsun mən Quranı dinləmək, ancaq vaxtı öldürmək olmasın. Baxın, bir insan yoldan keçərkən Quran səsini eşitsə, lakin onun dinləmək niyyəti olmasa, buna görə savab qazanmaz. Savab yalnız dinləmək niyyəti, Allahın kəlamını dinləmək, ondan həzz almaq, düşünmək nə olmalıdır? Diqqətlə dinləməyin həqiqəti odur ki, qəlbi eşidən mənalar üzərində oyadır
və hərəkətə gətirir. Baxın, altına nə buyurur Quran-ı Kərimdə? Quran oxunduğu zaman ona diqqətlə qulaq as və susun ki, sizə rəhm olunsun. Ərəb surəsi 204-cü ayə. La ilahe illallah. Ona görə nədir? Bu çox önəmlidir. Çox önəmlidir. Ona Quran dinləməyin çoxlu fəzilətləri, gözəl təsirləri və böyük faydaları vardır. Baxın, bunlardan bəziləri Quran dinləmək kərəm sahibi olan Allahın rəhmətinə nail olmağın səbəblərindəndir. Kim Allahın rəhmətinə nail olmaq istəməz? La ilahe illallah. Bu fəzilət və savab həm namazın içində, həm də namazdan kənarda əldə edilir. Yəni, Quranı dinləmək. Quranı dinləməyin, baxın, fəzilətlərindən biri də, necə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur, Allahın evlərindən bir evdə bir dəstə insan toplaşıb, Allahın kitabını oxuyar, onu öz aralarında öyrənib, müzakirə edərlərsə, onların üzərinə arxayınlıq enər, onları rəhmət bürüyər, mələklər onları əhatə edər və Allah onlar öz dərgahında olanların yanında xatırlayar, deyir. La ilahe illallah. Ona görə də nədir? Quran dinləmək üçün gərək mömin vaxt ayırsın. Baxın, nə deyir Leys ibn Sə'd, rahiməhullah, Allahın rəhməti heç kəsə Quran dinləyənlərə çatdığı qədər tez çatmaz. Quran-ı Kərim nədir? Allahın kəlamıdır. Baxın, Həsən Basri, rahiməhullah buyurur ki, Quran dinləmək üçün oturduğun və ona diqqətlə qulaq asdığın zaman savab qazanırsan. Necə ki, Quranın hər bir hərfini oxumağa görə bir savab yazılır və onu qat-qat artırılır. Eləcə, ixlas və səmimi niyyətlə Quranı dinləmək də savab və mükafat qazanmağa səbəbdir. Baxın, kim Allahın kitabından bir ayəni dinləyərsə, ona qat-qat artırılmış bir savab yazılar. Kim onu oxuyarsa, həmin ayə qiyamət günü onun üçün bir nur olar, deyir. Quranı dinləmək, ey dəyərli insan, insanın hidayətinə səbəbdir. Baxın, Allah təala buyurur, sözə qulaq asıb, onun ən gözəlinə tabi olan bəndələrimi müjdələ. Onlar Allahın hidayət etdiyi kəslərdir və məhz onlar ağıl sahibləridir. Zumər surəsi 17-18-ci ayə. Quran dinləmək həmçinin insana nur və bərəkət gətirir. Baxın, nə deyir İbn Abbas? Kim Allahın kitabından bir ayəni dinləyərsə, o ayə qiyamət günü onun üçün bir nur olar. İnsan Quran-ı Kərimi dinlədikcə şübhələrdən, vəsvəsələrdən, hətta sehirdən, cadudan təmizlənir. Allah Quran dinləyən kimsəni doğru yola yönəldər və bununla onun imanını artırar. Baxın, Allah təala buyurur Quran-ı Kərimdə, möminlər məhz o kəslərdir ki, Allah xatırlandığı zaman qəlbləri qorxu ilə titrəyər, onun ayələri onlara oxunduqda imanları artar və onlar yalnız Rəblərinə təvəkkül edərlər. Ənfəl surəsi 2-ci ayə. Subhanallah. Mömin həm Quran oxuyar, həm də onu dinləyər. Hər iki halda faydalanar və başqalarına da fayda verər. Quran dinləməyin bəhrələrindən biri də budur ki, Allah öz Peyğəmbəri Musa aleyhissalam barəsində belə buyurmuşdur. Mən səni seçdim, elə isə sənə vəhy edilənə diqqətlə qulaq as. Taha surəsi 13-cü ayə. Ona görə elmin açarlarından birincisi nədir? Dinləmək. Quran-ı Kərimi dinləmək. Baxın, nədir Sufyan ibn Üyeyyə? Elm öyrənməyin ilk mərhələsi dinləməkdir. Dinləmək məlumatın qapısını açır. Ağıl və idraki inkişaf etdirir. İstedadları oyadır. İnsan nə qədər diqqətlə dinləyərsə, bir o qədər də çox faydalanar. La ilahe illallah. Əgər insan diqqətlə dinləməyə laqeyd yanaşarsa, anlayışı zəifləyər, cəhalətə düşər və başqalarının haqqı barəsində xətaya yol verər. Kim diqqətlə qulaq asar, qəlbini hazır edər və eşitdiyi qəbul edərsə, Rəbbinin ayələrindən faydalanar. Şübhəsiz ki, bununla qəlbi olan və ya hazır vəziyyətdə qulaq asan kimsə üçün böyük bir öyüd nəsihət vardır. Qaf surəsi 37-ci ayə. Subhanallah. Həmçinin baxın, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm xüsusiyyətlərindən biri nədir? Cəbrail aleyhissalam Quranı oxuyarkən ona diqqətlə dinləməsi idi. Allah təala buyurur, onu tələsik əzbərləmək üçün dilini tərpətmə, onu toplamaq üçün oxuturmaq bizə aiddir. Biz onu oxuduğumuz zaman sən də onun oxunuşunu
izlə. Sonra onu icra etmək isə bizə aiddir. Qiyamət surəsi 16-19-cu ayə. Ona görə Quran-ı Kərimi həm oxumaq, həm dinləmək, baxın. Ona görə insanın qəlbi rahatlıq istəyirsənsə, Allahın kəlamını oxu, dinlə, la ilahe illallah. Yəni Peyğəmbərə nazil ediləni eşitdikləri zaman tanıdıqları həqiqətə görə onların gözlərinin yaş olduğunu görərsən. Sahabilər, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm onlara Quran oxuyanda gözlərindən yaş gələrdi, imanları artardı. Maide surəsi 83-cü ayə. Çünki dinləməyin müxtəlif növləri vardır. Faydalı dinləmək isə əməl etmək, qəbul etmək, anlamaq, Quran ayələrlə yaşanmaqdır. Baxın, Quranı uca tutmağın əlamətlərindən biri də onu diqqətlə dinləməkdir. Bununla insan savab qazanar. Onun nəsihətlərindən faydalanırlar. Baxın, nə deyir? Quran oxunduğu zaman ona diqqətlə qulaq asın və susun ki, sizə rəhm olunsun. Subhanallah. La ilahe illallah. Yəni, Quranı dinləməkdən üz çevirməməlidir insan. Onu faydasız işlərlə əvəz etməməlidir. İnsan Quran dinləməyə çağırıldığı zaman halda ondan üz döndərməməlidir. La ilahe illallah. Kafirlər isə nə dedilər? Bu Qurana qulaq asmayın. Oxunarkən hay-küy salın ki, bəlkə qalib gəldiniz. Fussilet surəsi 26-cı ayə. Niyə dinləməsin? İnsanlar dinlənəndə qəlblərinə rahatlıq gəlir. Subhanallah. Bəzən də olur ki, insan avtomobilində oturur, dərhal Quran-ı Kərimi açır. Quran səsini açır, lakin avtomobilin içində övladları, ailəsi, biri telefonla oynayır, biri mesaj göndərir və ya başqa söhbətlər məşğul olur. Bu Quran dinləmək deyil. Quran dinləyərkən otur, sakitcə dinlə, başqa işlə məşğul olma. Bəzən insanlar dostları ilə söhbət edirlər, gülürlər. Belə oldu da Quran dinlənilmir. Sadəcə səslənir. Quran dinləmək belə deyil. Bəzən ki, bəzi qadınlar evdə, mətbəxdə, otaqda və ya qonaq otağında Quran səsini açır, lakin onu diqqətlə qulaq açmır. Əksinə evdə söhbət, gülüş, səsküy, dedikodu, başqa işlərlə məşğul olmaq. Bu deyil ki, Quran dinləmək. La ilahe illallah. Quran dinləyərkən insan oturar, dinləyər. Sən Quran açmısan, orada başqa söhbətlərdən söz gəlir. Yəni, Qurandan məqsəd sadəcə onun səslənməsi deyil, onu diqqətlə dinləməkdir. Allah bizi Quranı dinləmək də ona ibadət etməyə yönətmişdir. Təkcə onun, yəni, fon səsinə görə deyil, səslənməsinə görə deyil. Bəzi insanlar hətta telefonlarının zəng səsini Quran ayələrindən seçirlər. Halbuki Quran ayələrinə hörmət göstərmək vacibdir. Quran səsi telefon səsi ola bilməz. La ilahe illallah. Niyə? Ola bilər ki, həmin şəxsə zəng gələndə o başqa yerdə olsun, başqa işlərlə məşğul olsun. Həmçin bununla insan işləyərkən, yaxud qadın ev işləri görərkən Quran dinləyə bilər, əgər diqqətlə qulaq asırsa. Qəlbini ona yönəldir, ondan üz çevirmir. Burada bir eyb yoxdur. Həmçinin Quranı dəstəmazsız da dinləmək olar. Heç bir problem deyil. Ona görə də Qurana insan nədir? Önəm verməlidir. Quranı dinləməyin əzbərlərindən, ədəblərindən bəziləri bunlardır. İnsan gözünü haramdan və lazımsız şeylərdən çəksin. Bədən üzrə sakit oturub Quran dinləyir. Diqqətlə qulaq asmaq, qəlbi hazır saxlamaq, eşidilən ayələr üzərində düşünmək, eşitdiklərini əməl etmək, qafillikdən, əyləncədən, boş işlərdən uzaq durmaq, səsküydən, dedikodudan, insanları məşğul edən hər cür söhbətdən çəkinmək. Quran dinləmisəsə deməli, vaxtını ayır Quran dinləməyə. Ona görə Quran dinləmək özü nədir? İbadətdir. Ona görə də baxın, Quran dinləməyə nədir? Önəm vermək lazımdır. Subhanallah. İnsanların çoxu görürsən ki, bu gözəllikdən nədir? Yayınırlar. Həmçinin 56-cı mesaj nə deyir? Kim Allaha və mələklərinə düşmən olarsa, Əl-Bəqərə surəsində. Subhanallah. Nə deməkdir bu? Allah və mələklərinə düşmən olarsa. Yəni, bu Allahın bizə ünvanladığı bir mesajdır ki, mələklərin nazil olduğu bu aləmə iman gətirməlidir, mələklər aləminə.
Yəni, onların varlığına inanasan, Allahın onlara tapşırdığı vəzifələri təsdiq edəsən, baxın, onlara düşmənçilik etməyəsən, onlar haqqında layiq olmayan sözlər danışmayasan, la ilahe illallah. Yəni, Allahın bizə olan neymətləri saysız hesabsızdır. Bu böyük neymətlərdən biri də Allahın daim ona ibadət edən şərəfli mələklərini yaratmışdır. Subhanallah. Onlar Allahın şərəfləndirdiyi, seçdiyi və özünə yaxın etdiyi qullarıdır. Bəzən görürsən ki, kimlərsə danışanda başqa şey danışır. Mələk haqqında nalayiq söz deyə bilər, məsxərə, ələ sala bilər. Xeyr. Mələklər pak, seçilmiş və xeyirli varlıqlardır. Onların yaradılması elə Allahın əzəmətini və qüdrətini göstərən dəlillərdəndir. La ilahe illallah. Həmçinin bu, Allahın bəndələrinə olan qayğısının və mərhəmətinin təzahürüdür. Onun saysız hesabsız neymətlərindən biridir mələklərin yaradılması belə. Mələklər aləmi paklıq, təmizlik, saflıqla dolu bir aləmdir. Allah onları öz qüdrəti ilə əzəmət, gözəllik və nur içində yaratmışdır. Onlar Allahın hörmətli qulları və şərəfli yazan mələkləridir. Allah onlara and içmişdir. Onları ucaltmış və aləmlər arasında adlarını yüksətmişdir. La ilahe illallah. Allah onları özünə yaxınlaşdırmış, şərəfləndirmiş. Baxın, onlar yalnız Allah'a ibadət edir. Onun əzəməti qarşısında itaətkardırlar və Allahın kainatını idarə etməsi ilə bağlı bütün əmirlərinə boyun əyərlər. La ilahe illallah. Onlar Rəhmanın şərəfli məxluqlarıdır. Mələklərə iman gətirmək. İmanın 6 əsasından ikincisidir. Allaha sonra nə gəlir? Mələklərə iman gətirmək. Onlar qeyb aləminə aiddirlər. Onların həqiqi mahiyyətini yalnız Allah bilir. Onlar insanlarla müqayisə edilməz. Allah onları nurdan yaratmışdır və bir çox məxluqlardan üstün tutmuşdur. Allah onlara insan surətinə düşmək kimi qeyri-adi bir qabiliyyət də vermişdir. İstədiyi surətə düşə bilirlər. Onlar 2, 3 və 4 qanadlı varlıqlardır. Allah isə istədiyi yaradılışına görə artırır. Həqiqətən Allah hər şeyə qadirdir. Baxın, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, mənə ərşi daşıyan Allahın mələklərindən biri haqqında danışmağa icazə verildi. Onun qulağının sırğalığı ilə çiyini arasında, yəni qulağın sırğalı bu hissə, çiyini arasındakı məsafə 700 illik deyir, məsafədir deyir. Bir bu hissəsi. Qulağı ilə çiyini arası. La ilahe illallah. Onlar yemək yeməzlər, içməzlər, evlənməzlər. Mələklər çox böyük, cüssəli, saysız hesabsız nədir? Məxluqlardır. Onların sayını isə yalnız uca Allah bilir. Allah Teala buyurur, Müddəssir surəsi 31-ci ayədə, Rəbbinin ordularını ondan başqa heç kəs bilməz. La ilahe illallah. Beytül-Mə'mur, yəni 7-ci səmada olan nədir? Kəbə. Ki, oranı kim tavaf edir? Mələklər. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem nə zaman görmüşdü? Meyracda olan nə deyir? Beytül-Mə'murda elə bir yerdir ki, hər gün ora 70 min mələk daxil olub tavaf edər. Oradan çıxdan sonra isə bir daha ora nə deyir? Qayıtmazlar deyir. Subhanallah. La ilahe illallah. Yəni hər gün 70 min mələk yaradır. Düşün, Allah mələkləri yaratdığı gündən bu günə qədər orada nə qədər mələk daxil olmuşdur. Qiyamət gününə qədər isə daha nə qədər mələk ora daxil olacaq. Allahdan başqa həqiqətən ibadətlə haqq məbud yoxdur. Allah nə qədər əzəmətli, nə qədər qüdrətlidir. Subhanallah. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir gün oturmuşdu. Deyir ki, göy xışıltısı doludur. Xışıltı, yəni elə bir ki, bir taxtanın üzərində ağır çökəndə, yəni ağırlıqdan səs çıxarır. Və bunun da haqqı var. Çünki orada 4 barmaq yer belə yoxdur ki, orada yalnız alnını Allaha qoymuş və ya səcdəyə getmiş və ya rüküdə olan deyir, mələk olmasın deyir. Hər bir qarışda yəni, hər bir 4 barmaqda deyir, bir mələk vardır deyir. La ilahe illallah. Onlar səhv-səhv düzülən, Allah zikr edən mələklərdir. Yorulmaz, usanmaz və ibadətdən geri qalmazlar. Allah Teala buyurur.
Onun yanında olanlar ona ibadət etməkdən təkəbbür göstərməz və yorulmazlar. Onlar gecə gündüz Allahı tərif edərlər, heç vaxt zəifləməzlər. Ənbiya surəsi 19-20-ci ayə. Onlar itaətdən usanmaz və ibadətdən yorulmazlar. Rəbbinin yanında olanlar gecə gündüz onun şanına təriflər deyir və heç vaxt nədir? Yorulmazlar. Onlar Allah qorxusundan titrəyirlər. Peyğəmbərimiz buyurur ki, sallallahu aleyhi ve sellem, Meyrac gecəsində yüksək aləmdə Cəbrail aleyhisselamı gördüm. Elə bir məqala çatdı ki, qorxusundan köhnəmiş bir parça kimi sakit deyər, sanki yerə bir deyir, parça atılıb deyir. La ilahe illallah. Onlar Allahın əmrinə tam bağlıdırlar. Baxın nə deyir? Onlar ondan qabaq söz danışmazlar və yalnız onun əmri ilə hərəkət edərlər. Uca Allahın Ənbiya surəsi 27-ci ayə. Onlar Allaha itaət edərlər. Onlar Allahın onlara verdiyi heç bir əmrə asi olmaz. Əmr olunduqları hər şeyi deyir, yerinə yetirərlər. Onlar Allahın itaətlərində bir-birlə yarışarlar, irəli keçənlər. Saffat surəsi 10-cu ayə. Subhanallah. Göydə deyir, Rəbbinin huzurunda səhv-səhv dayananlar və bu səhvlər tam nizam və mükəmməllik içindədir. Nə deyir? Saffat surəsi 64-cü ayədə bizdən elə bir mələk yoxdur ki, onun məlum bir məqamı olmasın. Hər kəsin öz yeri var, mələklərin. Uca yaradan onları Adəmi yaratmamışdan əvvəl yaratmış və onlara müxtəlif vəzifələr tapşırmışdır. Onlardan bəziləri peyğəmbərlərə vəhiy gətirmək üçün seçilmişdir. O da kimdir? Cəbrail əleyhissalam. La ilahe illallah. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Sidratul Muntəhə, yəni kainatın sonu, onu öz həqiqi sürətində görmüşdür. Onun 600 qanadı var idi. Bu qanadlardan yaqut və mirvariyə bənzər parıltılar tökülürdü, deyir. Cəbrail əleyhissalam, baxın, qəriblərin həyatı olan vəhiy gətirməklə vəzifələnir. Mikail əleyhissalam yağış və bitkiləri idarə etməklə vəzifələndirilmişdir. Yağış və bitkilər də əlbəttə insan həyat tapır. İsrafil əleyhissalam isə sur üfürməklə vəzifələndirmişdir. Sur üfürəndən sonra isə kainat dağılacaq, insanlar yenidən diriləcək və axirət həyatı başlayacaq. İsra əleyhissalam artıq suru deyir, ağzına yaxınlaşdırmış, alnını əymiş və nə vaxt üfürmək əmri veriləcəyini gözləyirdi Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Mələklərin elləri vardı ki, ərşi daşıyırlar. Ərş isə yaradılmış məxluqatın ən böyüyüdür. Onlardan bəziləri, baxın, göyü azğın şeytanlardan qorumaqla vəzifələndirmişdir. Şeytanları qığılcımlarla nədir? Atırıb yandırırlar. Onlardan biri nədir? Məlikdir. Məlik cəhənnəmin gözətçisi. Onlardan Harut Marut adlı olan vardır. Onlardan ölüm mələyi vardır. Onlardan rəhmət mələkləri vardır. Əzab mələkləri vardır. La ilahe illallah. Biz bugün mələkləri görə bilmirik. Amma insan nə zaman görəcək? Öləndən sonra. Mələklər insanın bütün həyatı ilə bağlı vəzifələrə təyin olunmuşdur. Baxın, insan ana bətində bir damla nüftə olduğu vaxtdan başlayaraq bir mərhələdən digərinə keçməsinə, ruhsinin, əməlinin, ömrünün bədbəxt və ya xoşbəxt olacağının yazılmasına nədir? Nəzarət edirlər. La ilahe illallah. Onlar insanın bütün hallarına müşahidə edir. Onun sözlərini və əməllərini qeydə alırlar. La ilahe illallah. Onlar hər yerdədir, amma biz onları görmürük. Onlardan bəziləri insanları qoruyan mələklərdir. İnsanı qoruyur, elə bəlalardan qoruyur. Nə zaman? Allahın əmri ilə. İnsan önündən, arxasından, sağından, solundan deyir, qoruyar deyir. La ilahe illallah. Bəziləri isə yazan mələklərdir. Onlar insanların bütün xeyir və şər əməllərini yazırlar. Qiyamət günü deyə bilməyəcəksən ki, ey Rəbbim, mən bunları etmədim. Onlardan elləri vardı ki, Allah mömin bəndlərinə kömək edirlər. Bəli, sənə gəlib kömək edir. Onlar döyüşdədir. Kafirlərin boyunlarına və barmaqlarına zərbə edirdilər, deyir. Allah Teala bəzən möminləri döyüşdə onları göndərir. Necə ki, Bədir döyüşündə Allah Teala onları göndərdi. La ilahe illallah. Rəhman olan Allahın mərhəmətindəndir ki, mələklərdən bəziləri möminlər üçün bağışlanma diləyən etmişdir. Möminlər üçün bağışlanma diləyən Allah Teala'dan. Həmçinin onlardan bəzi məsciddə namazı gözləyən və namazdan sonra oturduğu yerdə Allah zikr edən kimsə üçün bağışlanma diləyərlər. La ilahe illallah.
Baxın, nə deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm? Hər hansı bir müsəlman öz din qardaşı üçün onun xəbəri olmadan dua edərsə, bir mələk deyər, amin, sənə də bunun bir misli olsun deyər. Mələklər dua edirlər. Həmçinin gecəni dəstəmazla keçirən kəs haqqında belə buyurulmuş, yəni dəstəmazla yatır. Peyğəmbərimiz buyurur, elə bir müsəlman yoxdur ki, gecəni dəstəmazlı keçirsin və oyandığı zaman mələk desin, Allahım, qulunu bağışla. Çünki o, gecəni dəstəmazlı halda keçirmiş. Yəni, dəstəmaz halda yatır. La ilahe illallah. Onlardan bəziləri zikr məclisləri ilə vəzifələndirilmiş. Zikr nədir? Elm məclisi. Peyğəmbərimiz haradakı elm məclisi keçirsə, mələklər onları ta 7-ci səmaya qədər dövrəyə alırlar. Bax, biz də bu şərəfə nail oluruq. Hamımız evimizdə oturmuşuq, canlı yayında bu şərəfə nail oluruq. Onlar bəzi də yolları gəzərək Allahın zikr edənləri axtarırlar. Belə bir dəstəni tapdıqda, yəni elm öyrənirlər. Deyirlər ki, axtardığınıza gəlin. Sonra onlar qanadları ilə dünya səmasına qədər həmən elm məclisini dövrəyə alırlar. Mələklər, baxın, Quran tilavətini sevirlər. Bəzən Quran oxunarkən onu dinləməsi üçün nazil olurlar. Çünki mələklər Quran oxumur, amma nə edirlər? Dinləyirlər. Həmçinin mələklər var ki, elm tələbəsi üçün bağışlama diləyir. Və onun gördüyü işdən razı qaldıqları üçün qanadlarını onun üçün də endirərlər deyə hörmət olaraq. La ilahe illallah. Onlar insanlara xeyir öyrədən kimsəyə dua edirlər. Elm öyrənsən, bir hədis öyrəndin, kiməsə kimi öyrətdin, dua edirlər deyir. Birinci cərgələ namaz qalanlara dua edirlər. Cümə günü məscidin qapılarında dayanıb ilk gələnləri qeyd edirlər. Cümə günü tez gəlmək nədir? Şərəfdir. İmam minbərə çıxdıqsa, dəftərlərini bağlayıb xütbəni oxumağı dinləyirlər. La ilahe illallah. Biz bu dünya niyə görmürük? İnsan onların o gözəlliyindən bəlkə insanın qəlbi dayanar. Axirətdə görəcək. Qəbirdə görəcək. Baxın, nə deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem? Mələklər Allahın bəzi salih qullarından həya edərlər deyir. Məsələn, Osman ibn Affan, baxın, mələklər də ona həya edərdilər deyir. Həmçin onlar müsəlmanlarla birlikdə əsr və sübh namazına iştirak edərlər deyir. O da mələklərin bir növü. Allahın əmri mələklər Məkkəni və Mədinəni deyir, Taun və Dəccalın daxil olmasından qoruyurlar. Bu Məkkə Mədinənin şərəfidir. Həmçin Şam diyarının qanadları ilə himayə edirlər Şam bölgəsi. La ilahe illallah. Həmçinin axirət günü mələklərin insanlara bağlı başqa vəzifələr olacaq. Misal üçün, möminlərin canını alarkən onlar rəhmət və müjdə ilə gələrlər. Onları cənnət və Allahın razı müjdələyərlər ölüm anında. La ilahe illallah. Kafirlərdən isə canını şiddətlə alırlar. Onların Allahın qəzəbi və lənəti ilə qorxuzurlar. Həmçinin salih insanların cənazəsində iştirak edərlər. Qəbirdə münkər və nəkir mələkləri ilə qarşılaşmaq və onların soru-sualı üçün insan çətin bir mərhələdir. Adı nədir? Münkər və nəkir, yəni bilinməyən. Peyğəmbərimiz buyurur sallallahu aleyhi ve sellem, ölən şəxs qəbirə qoyulduqda onun yanına 2 qara göy rəngli mələk gələr deyir. Onlardan biri münkər, digərini isə nəkir deyilir. Onlar Allahın izni olmadan həmçinin qiyamət heç kimə şəfaət etməz və müşriklərdən heç kimə şəfaət etməzlər. Allahın şərik qoşanlardan. La ilahe illallah. Bax nə deyir Allah təala? Ruh yəni Cəbrail və mələklərin sıra ilə duracağı gün heç kəs danışmaz. Yalnız Rəhmanın izin verdiyi və doğru söz deyən danışar deyir. Nəbə surəsi 38-ci ayə. Mələklər cənnətə daxil olan möminlərin yanına hər qapıdan gələr və deyərlər: səbr etdiyinizə görə sizə salam olsun. Axirət yurdu necə də gözəldir. Subhanallah. Həmçinin cəhənnəmin keşikləri olan zəbanilər isə çox sərt və güclü mələklərdir. Onların üzləri deyir, yəni onların qəlblərində zərrə qədər belə mərhəmət yoxdur. Üzləri qaradır. Çünki onlar əzab mələkləridir. Onlar günahkarları cəhənnəmə tərəf sürüyər. Üzlərindən və arxalarından vura-vura. La ilahe illallah. Düşünün. Ona görə mələklər haqqında danışmaq insanın imanını artırır. Daha da bilirsən ki, bir gün dünyadan köçəcəksən. La ilahe illallah. Amma öləndə nədir? İnsan deyir, onları görəcək. La ilahe illallah. Allah sonumuzu
gözəl eyləsin. 57-ci mesaj nə deyir? Göylərdə və yerdə olanların hamısı ona məxsusdur. وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ La ilahe illallah. Bu ayə bizə nə öyrədir? Bu Allahın mübarək Quran-ı Kərimdəki bir müraciətidir bizlərə. Mesaj. Bu ayə Allahın mülkünün nə qədər geniş olduğunu göstərir. Göylərdə və yerdə olan hər şey onun hökmü, iradəsi və mülkü altındadır. Bu sonsuz hakimiyyət və tək hökmranlıq Allahın tevhidinin və ibadətin yalnız ona məxsus olmasının ən böyük dəlillərindəndir. İnsan necə Allahdan başqa qəbirdən, daşdan, ağacdan kömək istəyər? Axı bütün mülkün sahibi ucalar ucas Allahdır. Göylərdə yerdə olan hər şey ona məxsusdur. O bütün məxluqatı elmi ilə əhatə etmiş, onların sayını dəqiq bilir. La ilahe illallah. Göylər yerdə olan hər şeyin sahibi odur. O qəlblərdə gizlənən niyyətləri, sinələrdə saxlanılan sirləri və bütün işləri, incəliklərini bilir. Heç bir gizli şey ondan gizli qalmaz. O hər şeyə nədir? Qadirdir. La ilahe illallah. Göylərdə və yerdə olan hər şeyin sahibi odur. وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ Biz kimin nəyin sahibiyik ki? Əlimizdə olan da nəyimiz varsa bu dünyada qoyub gedirik. Bütün bəndələr onun huzurunda duracaq, yanacaq və dönüşləri ancaq odur. O yaxşılıq edənlərin yaxşılığına görə mükafatlandıracaq. Pislik edənlər isə etdikləri günahlara görə cəzalandıracaq. Allah göylərdə, yerdə olanların yeganə sahibidir. O öz hikməti ilə hökm verər. İstədiyini bağışlayar, istədiyini azad edər. Əmirdə, hökmdə, mülk də yalnız ona məxsusdur. O etdiklərinə görə sorğu-sual olunmaz. Allah sorğu-sual edər. La ilahe illallah. Bu əqidəni möhkəmləndirmək üçün yer üzündə gəzərkən, başının üzərindəki göylərə baxaraq Allahın yaratdıqlarının üzərində təfəkkür eylə. Düşün. La ilahe illallah. La ilahe illallah. Belə də insanlar var da. Mən belə yaraşıqlıyam. Elhamdülillah, razıyam. Quran-ı Kərimdəki böyük hidayətləri düşün. Bil ki, göylərin və yerin mülkündə Allah təkdir. Yəni, bu tək, bütün bu kainatı yaradan uca Allah. Necə insan Allahdan başqa qəbirdən, daşdan, ağacdan kömək istəyər? La ilahe illallah. Ona görə bu imanın tələb etdiyi budur ki, bəndə yalnız Allah'a ibadət etsin. Onun əmrlərinə əməl etsin. Gizlində də, aşkarda da ondan qorxsun. Rəbbinin heç nəyə möhtac olmadığını, özünün isə Allah'a möhtac olduğunu dərk etsin. La ilahe illallah. Dərk etsin. Həmçin bilsin ki, güc və qüvvət yalnız Allahdandır. Çünki göylərdə yerdə olan hər şey ona məxsusdur. Müminin qəlbində Allahın göylərdə yerdə olan hər şeyin sahib olduğuna dair möhkəm iman formalaşdıqda, bu iman onun həyatına böyük təsir buraxar. La ilahe illallah. Bu təsirlər salih əməllərdə, gözəl əxlaqda və düzgün davranışlarda özünü göstərər. La ilahe illallah. Bunların hamısı Allahı tanımağın, ona iman gətirməyin və onu tək qəbul etməyin bəhrələrindəndir. Subhanallah. Göylərdə yerdə olan hər şey yalnız Allah'a məxsusdur. Biz bəndələr də, baxın, o həmin məxluqlardan biriyik. Sən özünü böyük düşünürsən. Allahın yaratdığı mülkündən biriyik, məxluqu. O Rəbbinin iradəsi və hökmü altındadır hər bir insan. Bir göz qırpımı qədər belə Allahdan ehtiyacsız deyil insan. Bəndə bu həqiqəti nə qədər dərindən dərk etsə, özünü də Rəbbinə bir o qədər yaxşı tanıyar və ona bağlılığını daha da neyniyər? Artırar. Ətrafındakı bütün varlıq aləmi Allah'a ibadət edir. Ona itaət göstərir. Hər bir şey. وَاِنْ مِنْ شَيْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِ وَلَكِنْ لَا تَفْقَهُونَ تَسْبِحَهُمْ Hər bir şey canlı cansız onun şanına təriflər deyir. Amma siz onların təriflərini, ibadətini anlamırsınız deyir. Ona görə də və sən nə zaman Rəbbinə ibadət edəcəksən? La ilahe illallah. Səni kölgəsi altına alan göy Allahın ucağına dəlildir. Ona ibadət edir. Allah tək bilir. Ayağın altdakı yer Allahı tanıdır.
O da Allah ibadət edir, onu tək bilir. Ətrafını əhatə edən möhtəşəm dağlar Allahın ucalığını tanıdır. Onlar da Allah ibadət edir. Gündüzünü işıqlandıran günəş sənə Allahı tanıdır. O da Allahı tək bilir, Allah ibadət edir. Meyvəsini yediyin ağac Allahın yaratdığı bir nemətdir. Ona itaat edir Allaha. Ətini yediyin heyvanlar da Rəbbini tanıyır, onu tək bilir, ona ibadət edir. Yalnız insanın bir qismi isə bu həqiqətdən üz döndərmiş, təkəbbür göstərmiş və bundan imtina etmişdir. La ilahe illallah. Baxın, göydə nə ulduz, nə günəş, nə də ay vardı ki, batdığı zaman Allaha səcdə etməsin. Sonra onlara yenidən doğmaq üçün deyir, icazə verilir. La ilahe illallah. Bəli, göylər yerdə olan hər şey Allaha məxsusdur. Onun adını zikr etməkdən həzzət alırsanmı sən ey insan? Allahın adı necə də gözəl, necə də əzəmətli bir addır. Allah. Bu adı eşitmək nə qədər xoşdur. Allah adların ən gözəli, əzəmət və cəlal sahibidir. Onun böyüklüyü hər cür tərəfdən ucadır. Allah kəlməsi dillərdə şirin, qulaqlara xoş səslənən, qəlblərə sevimli, ruha yaxın, vicdana sakitlik yaradan, könüllərə həkk olunan və insanın qanını, canını işləyən bir kəlmədir. Allah kəlməsi. Biz onu uca tutmalıyıq. Allaha yaxınlaşmağa çalışmaq və ondan nicat diləyirik. Çünki elə bir gün gələcək ki, nə mal, nə övlad fayda verəcək. Allah zikr edilməyə, şükr edilməyə və təriflənməyə layiq olandır. Heç bir bəndə onu layiqincə tərifləyə bilməz. Həmd könüllü şəkildə yalnız Allaha məxsusdur. Göyləri və yeri dolduran həmd yalnız onadır. Gizlində də, aşkarda da, hər zaman, hər yerdə həmd yalnız ona məxsusdur. Allah vahiddir, təkdir, əhəddir, əs-saməddir. Bütün məxluqat ona möhtacdır. O hər şeyi yaratmış, hər şey ölçü vermiş. Hər bir şeyi. La ilahe illallah. Allah göylərin və yerin Rəbbidir. Böyük ərşin Rəbbidir. Dənəni də, çəyi də yaradandır. Hər şeyin sahibi odur. Allah itaat edənləri sevəndir. Ona sığınanların sığınacağıdır. Qaçıb ona pənah gətirənlərin pənahıdır. Qorxanların əminamanlığıdır. Tövbə edənləri və paklananları sevəndir. La ilahe illallah. Baxın. Deyir ki, sahillərdən birisi, bir dəfə həcc mövsümündə Məkkədə Allah sevgisi haqqında söhbət düşdü. Böyük alimlər danışdılar. O zaman onların arasında yaşca kiçik olan bir salih var idi. Dedilər, ey İraqlı, sən nə deyə bilərsən bu barədə? Başını aşağı saldı, gözlərindən də yaş gəldi deyir. Dedi ki, baxın, gözəl kəlmələr. Allahı sevən elə bir bəndədir ki, öz nəfsindən uzaqlaşmış, daim Rəbbini zikr etməklə ona bağlı qalmış. Onun haqlarını yerinə yetirməyə davam etmiş, qəlbi ilə Rəbbinə yönəlmişdir. Baxın, qəlbi ilə Rəbbinə yönəlmişdir. Allahın əzəməti onun qəlbini nurlandırmış. İlahi məhəbbət qədəhindən içmiş. Uca Allahın əzəmət pərdələri onun üzünə açılmışdır. Danışanda Allahla danışar. Danışdığı Allah üçün olar. Əməl edəndə Allahın əmri ilə əməl edər. Sakit duranda da Allahla olar. Beləliklə o bütün varlığı ilə Allah üçündür. Allahladır və Allahla birlikdədir. Bunu eşidən alimlər ağladılar və dedilər, bundan daha gözəl nə söz ola bilər? Allah səni mükafatlandırsın, ey kiçiklərin böyüyü. Sən yaşda kiçiksən, amma hamımızdan böyüksən. La ilahe illallah. Bilirsənmi, göylərdə və yerdə olanların Rəbbi kimdir? O Allahdır, uca və cəlal sahibidir. Səni öldürən də, ağladan da, güldürən də, dirildən də, xoşbəxt edən də, bədbəxt edən də, var edən də, yox edən də, ucaldan da, alçaldan da, izzət verən, zəll edən, alan da, verən də, yüksəldən də, endirən də odur. La ilahe illallah. O uca Allahdır. O zalimları rüsva edən, onların başını aşağı endirən, zalimları paramparça edən, Nəmrudu bir ağcanlarla həlak edən, Əbrəhəni əbabil quşları ilə məğlub edən, bir qadını pişiyə əzab verdiyi üçün cəzalandıran, başqa bir qadın isə susuzluqdan ölmək üzrə itə su verdiyi üçün bağışlayandır. Ucadır, cəlal sahibidir, hər şeyin sahibidir. O Nuhu doğru yola yönəldən,
oğlunu isə azğınlıqda qoyandır. Kim deyə bilər ki, niyə belə oldu? Nuh Peyğəmbər oğlu azğın. Allahın mülkündəyik. Allah bizə bugün iman veribsə, sadəcə ona şükür etmelidir. İbrahimi seçən, atasını isə uzaq salan yenə odur. Lutu xilas edib, həyat yoldaşı həlak edən odur. Fironu lənətləyib, amma onun həyat yoldaşını hidayətə çatdıran odur. Firon Allah dedi, lənətlədi, amma yoldaşı Asiya mömin oldu. Niyə? Niyə kafir olmadı? Qəlblər Allahın əlində. Biz onun mülkündəyik. Kimi ki biz? La ilahe illallah. Muhammed sallallahu aleyhi ve sellem'i seçən, əminsin isə bədbəxt olmasına hökm verən Allahdır. Peyğəmbər gördü, əmisi iman gətirmədi. Onun dəvətinin köməkçiləri arasında Xalid ibn Valid, İkrimə ibn Əbu Cəhil, Amr ibn Asın oğulları da vardı. Bütün bunları sənə göstərir ki, hidayət nə qohumla, nə də soyla əldə edilir. Baxın, kimlərin oğulları Resulullah'a kömək edənlər oldu. Ataları isə kafir idi. Ən çox Resulullah sallallahu aleyhi ve sellem'e əziyyət verənlər idi. Xalid ibn Valid, İkrimə ibn Əbu Cəhil. Əbu Cəhil, baxın, Əbu Cəhil, hansı ki düşmənçilik etdi, cəhənnəmə hasil oldu, amma oğlu İslamı seçdi, şəhid oldu. Niyə? Allahın əlində. La ilahe illallah. Yəni hidayət soyla, adla deyil. Hidayət yalnız insan səbəblərə sarılar, Allah'tan istəyər. Allahın bağlanması ilədir. Qohum əqraba ilə deyil. Allahın yaratdıqlarının sayı qədər, özünün razı olduğu qədər, ərşin ağırlığı qədər və kəlmələrin mürəkkəbi qədərdir. Həmd olsun ona. Allahın adı ilə nicat tapar insan. Onun rəhmətinə ümid bağlayar. Əzəməti ilə ucalar. Böyüyər və güclənər. Allahın cəlalı isə bizim qavrayışımızı və bilmimizi art. Onun cəlalı sonsuzdur, ucalığı sonsuzdur. La ilahe illallah. Hər bir şeyin sahibi vardır. Hər bir evin sahibi, hər bir malın sahibi, dünya nemətlərinin hər birinin sahibi vardır. La ilahe illallah. Lakin hər şey Allahın hökmü altındadır. Onun mülkündən heç kimsə kənarda qala bilməz. Həqiqi əl-məlik odur. Dünyaya gəlib gedən insanlar, padşahlar, zənginlər, hanı onlar? Hamısı dünyadan köçüb getdilər. Yalnız daimi qalan kimdir? Əl-Həy, Əl-Qayyum olan uca Allah. La ilahe illallah. Ona görə deyir, hər zaman Allahın mülkü haqqında düşün, təfəkkür eylə. Belə edəndə nəfsin rahatlıq tapar, qəlbin rahatlıq tapar, sinən açılar. Əl-Həy, Əl-Qayyum olan Allaha zikr etməyə, ona ibadət etməyə yönələr. Düşün ki, nə gözəldir ki, Allah dərgahına bir gün köçəcəksən və o səni gözəl qarşılayacaq. La ilahe illallah. Subhanallah. Həqiqətən də Allah hər şeyə qadirdir, ucalar ucası. Mömin qəlbini ancaq nədir? Allaha bağlayar. Allah hər şeyin sahibidir. Ona iman gətirər, Allaha güvənər, Allahdan istəyər. La ilahe illallah. Subhanallah. Yəni, Allahın mülkündə nədir? Heç nə nədir? Kənarda qala bilməz. La ilahe illallah. Allah bizim sonumuzu gözəl eyləsin. Allah təala bizlərə gözəl sonluq versin. Allah təala dualarımızı qəbul eyləsin. Sıxıntılarımızı aradan qaldırsın. İnşallah Əl-Bəqərə surəsində risalələr 3-4 dənə risalə də qaldı. İnşallah onun yenə də nədir? Davam edəcək. Nəyə görə deyirəm ki, bugün əlbəttə cümə axşamındayıq. Mübarək cümə gününə daxil oluruq. Yəni ona görə də cümə axşamı ən uca, ən əzəmətli zikirlərdən birisi nədir? Əlbəttə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem onun əhli beytinə salavat göndərməyi, Allah üçün ən sevimli bir gün, bərəkət və dua qapılar açılan gün, salavat zikri isə bu gecənin və bu günün ən üstün nədir? Ən üstün nədir? Zikirlərindəndir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, cümə günü və cümə axşamı mənə çoxlu salavat gətirin. Kim mənə bir dəfə salavat gətirərsə, Allah da ona 10 dəfə xeyir dua göndərər. La ilahe illallah. Düşünün, ucalar ucası, mülkün sahibi uca Allah, sən Peyğəmbərimizə salavat gətirdiyin üçün səni öz dərgahında xatırlayır. Ucalar ucası sənin dərgahında, mələklər də xatırlayırsa, belə insandan daha xoşbəxt, gözəl insan
kim ola bilər dünyada? Heç kim. Baxın, Peyğəmbərə salavat itaət qapılarının ən genişlərindən biri olan qapıdır. Savab xəzinələrinin ən böyük xəzinələrindən bir xəzinə və mömin kişilərin və mömin qadınların faydalandığı xeyir dəryalarından bir dərya vardır. O da yerin və göylərin yaradanı tərəfindən göndərilən hər kəsə çoxlu salavat və salam gətirməkdir. La ilahe illallah. Yəni düşünsən bir dəfə salavat gətirəndə Allah sənə 10 dəfə xeyir dua edir. Allahın xeyir duası nədir? Mələklərin də tərifləməsi. Yəni hər bir insan bilməlidir ki, Allah Teala Quranda ona özünün salavatını və mələklərin salavatını zikr etmiş. Allahın salavat dərgahını xatırlaması, mələklərin salavatı dua və möminlər isə ona salavat və salam gətirməyi əmr etmişdir. Allah buyurur: "İnnallaha və mələikətəhu yusalluna alan-nəbi ya eyyuhellezine amanu sallu alayhi və sallimu təslimə." Həqiqətən Allah mələkləri Peyğəmbərə salavat gətirirlər. Ey iman gətirənlər, siz də ona salavat gətirin və tam bir salamla salamlayın. La ilahe illallah. Baxın, kim tərifə, ehtirama və ucalığa nail olmaq istəyirsə, mələklərin onu xeyirlə yad etməsini, adının və məqamının yüksəlməsini arzulayırsa, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə çoxlu salavat gətirsin. Bütün vaxtlarda, bütün hallarda, bütün günlərdə salavata davam etsin. Xüslədə Peyğəmbərimizin adı çəkiləndə gətirməyi nədir? Salavat gətirməyi unutmasın. Baxın, bir sözümlə bitirirəm. Sonra sualları cavablandırarıq, Quranda dinləyərik. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə salavat və salam göndərmək ən bərəkətli və ən üstün əməllərdən biridir. Bu, din və dünya baxımından ən çox fayda verən əməllərdəndir. Ağıllı və salih insan üçün böyük savab vəd edən bir ibadətdir. O əməllərin xəzinəni toplamağa can atan və ümidlərin ən gözəl bəhrəsini əldə etmək istəyən kəslər üçün qiymətli bir fürsətdir. Çünki bu əməl digər əməllərdə və sözlərdə tapılmayan böyük fəzilətlərə, şərəfli üstünlüklərə və saysız hesabsız faydalara malikdir. Allahın Peyğəmbərinə saysız hesabsız salavat və salam olsun. Həqiqətən də möhtəşəm bir gecədəyik. Yetər ki nədir? Dilimizdən düşürməyək. Min nədir? Daha çox